7-ci hissə. İnkar. Təəssüflər olsun ki, dövrümüzdə cəmiyyətin bir çox üzvləri dinlərin inkarı yolunda atılan addımların qurbanlarına çevrilir. Bəs insanları əks arqumentlərə inandıran şey nədir? Bizim inandıra bilmədiyimiz, onların inandırdığı şey nədir ki, inkarçılıq dövrümüzdə durmadan artır? Biz bu haqda danışarkən mütləqdir ki, propagandalardan da danışaq. Bugün dövrümüz gəncliyinə doğru yönəlmiş ağır propagandalar mövcuddur. Bunları isə birbaşa yollarla deyil, bilavasitə üsullarla yerinə yetirmək daha məqsədə uyğun olur. Məsələn, bir zamanlar ABŞ, Böyük Britaniya, AB ölkələri kimi imperialist dövlətlər bu propagandanı birbaşa yollarla edirdi. Lakin bəlli oldu ki, bu üsulla pisi yaxşıdan ayırma bacarığı da insanlarda formalaşmağa başlayır. Daha sonra bunu Yaxın Şərq ölkələrinə fitnə buraxmaqla nail oldular. Terror qrupları yaradaraq adını cihadçı qruplaşmalar qoyaraq meydana çıxardılar. Bunun səbəbindən idi ki, Ərəb baharı Yaxın Şərq ölkələrindən diktator hakimləri rədd etsə də, yerinə gələnlər heç də onlardan fərqli davranmadılar. Bunlar kitabın kontekstinə uyğun olmadığı üçün mövzunu daha da dərinləşdirməyə ehtiyac yoxdur. Əgər baxsaq, görərik ki, Yaxın Şərq ölkələrində daim xaos hökm sürüb, amma Qərb dövlətlərində isə sülh və əmin-amanlıq, bolluq olub. Bəs bu daim belə olub? Yəni, İslamdır buna zəmin yaradan? Əsla. Biz İslamın başlanğıcı, yəni yayılmasından sonra 4 xəlifə zamanından Əməvilər və Abbasilər dövrünün sonunadək Yaxın Şərqdə sülh, elmi texnoloji inkişafın şahidi oluruq. Həmçinin həmin dövrlərdə Bağdad mədəniyyətin beşiyi adlanırdı. Şam kitabxanası dünyada bənzəri olmayan, elmi kəşflərə imza atmış alimlərin kitablarının yer aldığı kitabxana idi. Sonra xaççıların hücumları zamanı bu kitabxana yerlə bir oldu. Bu isə İslam toplumunun topladığı elmi kəşflərin Qərbin əlinə keçməsində böyük rol oynadı. İlk çalxalanmanın xaççıların bu torpaqlara başlatdığı ilk xaçlı yürüşləri olduğunu görürük. Ardıca Moğolların hücumları başladı. Bu zamanda Bağdad, Şam kimi dəyərli mədəniyyət beşiyi adlanan şəhərlər yerlə bir oldu. Bu isə İslamın izlərinin, onun gətirdiyi elmi uğurların bu torpaqlardan silinməsinə yol açdı. Daha sonra isə sülh və əmin-amanlıq dövrü yenidən Osmanlı və Səfəvi hökmdarlığı zamanında bərpa oldu. Lakin onun da ömrü uzun çəkmədi. Müsəlman ümmətin arasına atılan fitnə, sünni və şiə ayrılığı bu hakimiyyətlərdən də yan keçmədi. Zəifləmiş bu hakimiyyətlərin ardınca isə Qərb yeni bir müharibə ilə dünyanı sarsmağa başladı. Bu, Birinci Dünya müharibəsi idi. Bu sayədə zəifləmiş müsəlman toplumu daha da zəiflədi. Beləcə, qızıl dövrlərdə və ondan sonra İslamın gətirdiyi mədəniyyət ortadan yox olmağa başladı. Bu kitab tarix kitabı olmadığı üçün burada mövzuları çox uzatmağa ehtiyac yoxdur. Lakin biz tarixə baxdıqda görürük ki, maddi və mənəvi irslər bu torpaqlardan itərək Avropa ölkələrinin əlinə keçmişdir. Həmçinin mədəniyyətin və insanlığın beşiyi adlanan Mesopotamiya torpaqları demək olar ki, əsrlər sürən planlarla məhv edilmişdir. Bu planlı məhv bizim bugün cahil toplum olaraq adlandırılmağımızda mühüm rol oynayır. Lakin biz tarixin bir çox yerinə nəzər saldıqda astronomiyadan əlimizdə tutduğumuz fotokameraların lenslərinə kimi İslam alimləri tərəfindən aparılan araşdırmalar nəticəsində ortaya çıxdığını görərik. Artıq müsəlman toplumundan elmi aldıqdan sonra növbə müqəddəs kitaba gəldi. Şükürlər olsun ki, o Allah tərəfindən qorunur və heç bir təhrif olmadan dövrümüzə dək gəlib çıxmışdır. Bəs o qorunursa, onu insanların əlindən necə almaq olardı? Qeyri-ərəb dilli ölkələrdə kitabın mənası haqqında olan müzakirələr tamamilə ortadan qalxdı. Artıq insanlar onu bir büt halına çevirərək onun irfani yönlərini belə götürməməyə başladılar. Artıq Quran-ı Kərim əl vurulması günah olan yalnız qəbristanlıqlarda pul qazanmaq vasitəsinə çevrildi. Həm gözümüzdə onun müqəddəsliyini itirmədən saxladılar, həm də onu bizdən uzaqlaşdırdılar. Beləliklə, müsəlman toplumu inkişafını dayandırmaqdan ziyadə geriyə doğru getməyə başladı. Həmçinin anti-İslam hərəkatı bununla da yekunlaşmadı. Onlar özlərinə bir toplum formalaşdırdılar. Hansı ki, bu toplum artıq onların sözlərini öz azad iradələri ilə deməyə başlamış bir qrupdur. Bunu isə 2000-ci illərdən sonra daha çox hiss etməyə başladıq. Hansı ki, bu toplum formalaşmasında internet və bizim ayrılmaz parçamız olan telefonlar da rol oynadı. Əvvəllər qəzet və radiolarla, daha əvvəllər həbslər və edamlarla olan propagandalar internet yayıldıqdan sonra artıq sivil yollarla davam etdi. İnsanlara xoşbəxtliyin nə olduğunu öyrətməyə, təlqin etməyə başladılar. Onlar xoşbəxtliyin əslində dünyada,
pulda, malda və mülkdə olduğunu çox gözəl təlqin etdilər. Həmçinin Yaxın Şərq ölkələrində yuxarıdakı səbəblər vasitəsilə itən əsl mədəniyyət də buna təkan verdi. Öz məhv etdikləri mədəniyyəti bizə mədəniyyətsiz bir Yaxın Şərq portreti göstərərək təlqin etdilər. Onlar bizə göstərdilər ki, əslində Yaxın Şərqdə heç vaxt mədəniyyət olmamışdır. Daim xaos və müharibələr olmuşdur. Bunu isə gətirən İslam dini olmuşdur. Lakin biz tarixə nəzər saldıqda görürük ki, əslində xaosu heç bir zaman İslam gətirməmişdir. İslam torpaqlarına hücum edən güclər bura daim xaos gətirmişdir. Əgər onların hücumları baş verməsəydi, bu torpaqlar dayanmadan inkişafa doğru can atan insanlarla dolu idi. Bu danılmazdır ki, qədim dövrlərə getdikcə biz istər qərb alimlərinin, istər yaxın şərq alimlərinin dini inanclı şəxslər olduğunu görürük. Daim araşdırmalar Tanrını axtarmaq yönündə olmuşdur. Lakin günümüzdə isə Tanrıdan söhbət belə gedə bilməz. Bir zamanlar dini mövzularda televizorda yayımlanan verilişlər belə bu propagandanın bir parçası idi. Onlar bu verilişlər sayəsində də insanları dinlərdən soyutdular. Onlar dayanmadan boş mövzuları müzakirə edərək İslamın əslində xurafatdan başqa bir şey olmadığını insanlara sübut etdilər. Həmçinin yalan məlumatı insanlara yeritməyin ən gözəl üsulu yanında doğru söz işlətməkdir. Din adamlarının əli ilə doğru sözlərlə əhatə olunmuş yalanlarını cəmiyyətə yeritməyə başladılar. Hansı ki, bu iftiralardan biri də Rəsulullahın 9 yaşlı uşaqla evlənməsi yalanı idi. Bəli, bu tamamilə yalandan başqa bir şey deyildi. Biz İslam tarixini düzgün şəkildə araşdırdıqda Həzrət Ayşənin İslamdan öncə, yəni 610-cu ildən öncə baş verən hadisələrə reaksiyasını görürük. Biz onun ata və anasının İslamı necə qəbul etdiyi haqda danışdıqlarını da görürük. Əgər belədirsə, o zaman necə olurdu ki, o İslamdan sonra doğularaq 9 yaşında, yəni hicrətdən sonra Peyğəmbər salavatullah ilə evlənsin? Hansı ki, Məkkədən Mədinəyə hicrət tarixləri bizə bəllidir. Biz bilirik ki, bu hadisə miladi təqvimlə 623-cü ildə baş vermişdir. Əgər bu zaman onun 9 yaşı var idisə, onun doğumu İslamdan sonra olardı və İslamdan öncə baş verənlər haqqında danışa bilməzdi. Halbuki o, İslamdan biz İbn Saadın Təbaqət adlı əsərində Həzrət Ayşənin evlərində olan bütlərdən danışdığını və bu bütlərin İslamın gəlişindən sonra atası Həzrəti Əbu Bəkir tərəfindən qırıldığı barədə danışdığını qeyd edir. Həmçinin Həzrəti Ayşənin bacısı Əsma hicrət zamanı 27 yaşında olmuşdu. Həzrəti Ayşənin ondan 10 yaş kiçik olduğu isə bizə mənbələrlə dəqiqdir. O zaman necə olur ki, onun 9 yaşı olsun? Gördüyünüz kimi, təhriflər və anti-İslam hərəkatçıları tərəfindən aparılan propagandalar bu mövzulardan da yan keçməmişdir. Beləliklə, hətta toxunulmaz qəbul etdiyimiz dəyərli Peyğəmbərimiz Həzrəti Muhammed salavatullah belə iftiralar atılmışdır. Daha sonra isə bu iftiralar hətta müsəlman toplum tərəfindən belə qəbul edilərək adi bir hal kimi çatdırılmışdır. Bunun cavabını araşdırmayan cahil kütlə isə bu müzakirələr vasitəsilə daha çox İslamı gözdən salmışdır. Yuxarıda sadaladığımız məsələlər bu planların çox cüzi hissəsidir. Hansı ki, bu üsullarla dövrümüzdə artıq nail oldular ki, İslam haqqında danışanlar cahil kimi damğalansın. Həmçinin irəlidə danışacağımız portal və zamanda səyahət mövzularının Qurani Kərimdə olmağını mümkünsüz kimi qəbul etsinlər. Artıq onlar özlərini elə bir kütlə hazırladılar ki, bu kütlə sayəsində insanları öz dostları susturmaq bacarığındadır. Bu sayədə ağıllı görünməyin yolu yalnız ateist olmaqdan keçirmiş kimi təlqinlər edildi. Bunları isə açıq-aşkar deyil, planlı şəkildə edərək heç kimə hiss etdirmədilər. Sosial şəbəkələr, Facebook, TikTok, Instagram kimi platformalar bizə pulsuz təqdim edilsə də, əslində bizdən alacaqları bir şey var. Bəllidir ki, kapitalist quruluşlar heç vaxt insanlara pulsuz nəsə təqdim etmir. Bəs bizdən alacaqları bizim bilmədiyimiz şey nədən ibarətdir? Bu bizim düşüncələrimizdir. Onlar bizim düşüncələrimizi bizdən alaraq yerinə öz kütləşmiş, manqurtlaşmış düşüncələrini yeritdilər. Hansı ki, bu sayədə düşünən insanları artıq özləri tərəfindən deyil, öz dostları, ailə fərdləri tərəfindən vururlar. Əgər siz ətrafınıza nəzər salsanız görərsiniz ki, internet resurslarında və ətrafınızda rəğbət bəslənən insanlar kimlərdir?
Uzaq durulan, söhbət belə etmək istəmədiyiniz insanlar kimlərdir? Özünüz şahidi olacaqsınız ki, azadlıq təbliğatının qurbanına çevrilmiş bir qrup manqurt kütlə əgər Allahı inkar edirsə, onlar daha modern kimi görünür. Sözümü yanlış anlamayın, xahiş edirəm. Manqurt sözünü təhqir kimi qəbul etməyinizi istəmirəm. Təhqir etmək mənim həddimə deyil. Manqurt deyərkən nəzərdə tutduğum onların əslində azadlıq, öz fikirləri dedikləri şeylərin, öz fikirləri olmamağıdır. Manqurtlaşdırma orta əsrlərdə şəxsiyyəti təhrif edərək insanı öz sahibinə tabe etmək üçün edilən işgəncə metodu idi. Bir zamanlar bunu saçı qırxıb yerinə tərs çevrilmiş heyvan dərisi qoymaqla etdilər. Lakin bugün bunu qloballaşmış dünyada bizə təmas etmədən etmək bacarığına sahibdilər. Onlar bugün bizə reklamlar, şoular, qidalar vasitəsilə uzaqdan təmas edirlər. Bu təmaslar nəticəsində isə bizə təlqinlər edirlər. Ağızdan keçən və mədədə həzm olub qan dövranına qarışan hər şeyin beyindən də keçdiyini biz bilirik. Bizə bəllidir ki, qan dövranına keçən lazımi qida maddələri beyindən də keçir. Həmçinin bu təkcə ağza aid deyil. Buna dəri yolu ilə kosmetik vasitələr, görmə yolu ilə baxdığımız çarxlar, eşitmə ilə dinlədiyimiz musiqilər də aiddir. Bu üsullar vasitəsilə onlara lazım olan insan növünü özləri formalaşdırır və bunun ən başlıca qorxulu yanı isə odur ki, bunu hiss etdirmədən edirlər. Onların manqurtlaşdırdığı şəxslər hiss etmir ki, bu fikirlər əslində özlərinin deyil, onlara təlqin edənlərin fikirləridir. Məsələn, heç düşünmüsünüz ki, niyə yeni il Coca-Cola ilə dadlıdır? Bunların arasındakı əlaqəni tapa bilməsək də, bir çoxumuz Coca-Cola-sız yeni il təsəvvür edə bilmirik. Fasilə et, Twix dad kimi reklamlar sizdə əgər Twix yeməyi hissini oyadırsa, demək digər məsələlərdə də təlqinlər qaçınılmazdır. Əmin olun, reklam çarxları hazırlayan şirkətlər, həmçinin böyük qida zəncirlərinə sahib güclər heç də məsum insanlar deyil. Onların məqsədi həmçinin bizim sağlamlığımız deyil. Onların qulluq etdiyi bir yol var. Bu isə insanları Allahsızlaşdırmaqdır. Yuxarıda qeyd etdiklərimizin xülasəsini çıxarası olsaq, görərik ki, əslində biz müsəlman ümməti heç də cahil bir toplum olmamışıq. Əgər biz qədim dövrlərdə elmi inkişafı aparan bir toplum olmuşuqsa, bugün bundan daha artığını etməliydik. Bəs bunun qarşısını alan nə oldu? Bunun qarşısını alan başlıca səbəblərdən biri yer üzündə daim olacaq olan haqq ilə batilin mübarizəsi oldu. Onlar özləri ilk başlarda yuxarıda qeyd etdiyimiz kimi qılınc və həbslərlə insanları sustururdularsa, bugün bunu artıq özləri üçün yaratdıqları manqurtlar vasitəsilə edirlər. Bu manqurtlar artıq biz Qurani Kərimdə keçən elmi hadisələrdən danışdıqda bunu inkar edir, hansısa adını belə düzgün tələffüz edə bilmədiyi qərb aliminin adını gördükdə ağzının suyunu axıdır. Bəli, qərb sevdası bizim öz ölkəmizə, öz coğrafiyamıza olan sevgimizi əlimizdən alır. Biz artıq Yaxın Şərq, Qafqaz, bir sözlə qeyri-xristian ölkələrini barbar cəmiyyət kimi tanıyır, lakin onları isə inkişaf etmiş modern insanlar kimi tanıyırıq. Həmçinin uca Allahın gözlə görünən olmaması da onların bu yolda çox yardımçısı olur. Onlar bu üsulla onsuz da görünməyən yaradıcını çox rahatlıqla inkar edə bilirlər. Bizim təsdiq arqumentlərimiz isə rahatlıqla çürüdürlər. Lakin bir şey dəqiqdir ki, azadlıq deyə bizə aşılamaq istədikləri əxlaqsız, heç bir mənəvi hissi olmayan cəmiyyət dayanıqlı ola bilməz. Soyunmaq, azad cinsi əlaqələr heç vaxt azadlıq adlana bilməz. Çünki insan bunun üçün yaranmamışdır. İnsan daha üst bir səviyyə, mərtəbə üçün yaranmış və inkişafını tamamlamaqla mükəlləfdir. Əgər bu inkişafı tamamlamazsa, bu, Allah uzaq etsin, çox ağır nəticələnə bilər. Təsdiq və ya inkar. Bir məsələni təsdiq və ya inkar etmək ondan doğan ehtiyac səbəbindəndir. Necə ki, uca Allahın təsdiqi elə ona olan ehtiyacımızdan doğur. Biz bu kitabda təsdiq və ya inkar mövzularından daha çox bir məsələ üzərində fokuslanmışıq. Qurani Kərim bizə hansı sirli hadisələri çatdırmaq istəyir? Biz haradan gəlmişik və hara gedirik? Bu araşdırmaların bir məqsədi tamamlaması üçün mütləqdir ki, bu kitabı oxuyarkən Allaha və onun peyğəmbərlərinə iman gətirək. Çünki bu kitabda istinadlar belə o kitablaradır. Əgər dünyavi istinadlar axtarırsınızsa, sizə Stephen Hawkingin əsərlərini tövsiyə edirəm. Bu kitabı isə yazarla əlaqə saxlayıb geri təhvil verə bilərsiniz.